Belə bir sual göndərdilər mənə ki, oyun asıllığından insanın lomkası var. Əlbəttə ki, var. Həm psixolojidir, həm də fiziki olaraq. Bu insanlar narkotik və alkoqol lomkasından fərqi demək olar ki, yəni yoxdur. Təbii ki, daha çox psixolojidir. Mən sizə bir neçə əlamətləri sayacağam, həm fiziki, həm də psixoloji olaraq. Psixoloji əlamətlər bir neçəsi güclü oynama istəyi, o qədər güclü oynama istəyi olur ki, insan kontrol edə bilmir. Daxili narahatlıq, gərginlik, əsəbilik, aqressiya, depressiv əhval-ruhiyyə, ümidsizlik, boşluq hissi, ən çox da yalan danışmaq və gizlətmək meyilli olur bu insanlarda. Daima görsən ki, oyunu düşünürlər. Fiziki əlamətlər isə çox vaxtı ürək döyünmə, əllərin titrəməsi, tərləmə, baş ağrısı, yuxusuzluq, iştahsızlıq bu kimi əlamətlər olur. Və qeyd eləmək istəyirəm ki, yəni narkotik, alkoqol və oyun asıllığının əziyyət çəkənlərin demək olar ki, fərqi yoxdur. Eyni simptomlardır, eyni fəsadlardır, eyni müalicə proqramıdır. Çox sağ olun, hələlik bu qədər, var olun.